Şəkidə Respublikada taxıl biçini prosesinin mütəşəkkil təşkilinə həsr olunmuş regional müşavirə keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Şəki, Qəbələ, Oğuz, Qax, Balakən və Zaqatala rayonlarından texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər. Çıxış edənlər taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün görülən işlər barədə müşavirə iştirakçılarına məlumat verib. Hazırda Respublika üzrə arpa sahələrində sürətli biçinin getdiyi xatırladılıb. Çıxışlarda kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya olan zəruri tələbatının ödənilməsi üçün yerli qurumlar arasında koordinasiyalı fəaliyyətin göstərilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, Şəki, Qəbələ, Oğuz, Qax, Balakən və Zaqatala rayonları üzrə 120 min hektara yaxın payızlıq taxıl əkini sahəsi və 201 kombayn var. Biçin prosesi aktiv mərhələyə daxil olduqdan sonra biçin başa çatmış Aran rayonlarından bu bölgəyə əlavə texnikaların dislokasiyası həyata keçiriləcək. Regional müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları da müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.